Assalamu aleykum izləyicilər. Emosiyanın olma qaydası çoxlara məclis emosiyanı bırak. Emosiyanı çalışmaq lazımdır inşallah Allahın izni ilə. Günəş şüası düşməyən yerdən vurmaq lazımdır. Çünki günəş şüası olanda, günəş şüası ona vuranda, əsasən yay vaxtlarında emosiya tez günəş şüasını sevmir. Niyə sevmir? Çünki günəş şüası, məsələn, günəş şüası deyirsən, bir emosiyan vursan, sıraca şüan qurdur, sonra keçirsən bir yandan təzədən vuranda ya istəməz sloy qopar, ya da renk seçimləri fərqlənir. Ona görə həmişə ya səhər tezdən vurmaq lazımdır, ya da ki gün baxandan sonra axşam vurmaq lazımdır. Ya da ki əgər evdə işləyirsən, pərdəni bağlayın, pəncərəni bağlayın, günəş şüası düşməsin. Projektordan vurmaq olar. Projektordan nəzərdən sözünü saxlayırsan bu hissədən, o projektorun vaxtı zəif olmalıdır. Yəni ki, belə istilik çox olmamalı. İstilik bura düşsə, qurudacaq, bura yaşalacaq. İstərsən, məsələn, 2 dərvişlər vuranda, orada rəng seçimləri olur, hətta özü rolkin xırdası olur. Məsələn, burada aparat işlətmir, aparatı çünki işlətmək mənasız. Çünki balaca ev varsan, orada 3 dənə, 2 dənə rəng var. Bunlar hamısı batacaq. Ən yaxşı buranı şeydən işləyirəm, kompresordan. Sonra vurulan rolkin işləyir. Balaca fikir. Yəni, demək odur ki, emosiyanı vuranda heç o günəş şüasının düşən yerə vurmayın. Ya pərdəni bağlayın, ya da mənim kimi obyektdə işləyirsinizsə, belə qaydada pəncərələri eləyirsiniz. Düzdür, hava indi soyuldu, indi ən gözəl havada emosiyanı vurmaq. Amma ən gözəli də yenə də bağlayın pəncərəni, günəş şüası bu emosiya üzərinə düşməsin. Aboyda qorxusu deyil, amma emosiya biraz kaprizin olduğuna görə özü əsasən rəngli emosiya daha da çətindir. Yəni onun nazı ilə oynamaq lazımdır. Ağın qorxusu yoxdur, amma rəngli emosiyada həmişə çalışın ki, şey olsun, qapalı yer olsun, günəş şüası divara düşməsin. Bir məlumatı düz usta qardaşlarından salam olsun, usta qardaşlar bilir. Təzə bilməyənlərə ev sahibləri var ki, imkanı çatmır usta çağırmağa, özləri vurmaq istəyir. Yəni bu qaydada vursanız daha yaxşı olar. Assalamu aleykum və rahmetullah.